Düşünme ki çektiğin zəhmətin qarşılığı verilmir, itir. Unutma. Enerji yoxdan var olmur və itmir. Sadəcə bir formadan digər formaya çevrilir. Sən əgər həqiqətən də düzgün niyyətlə bir enerji yaratmısansa, bir şey əziyyət çəkib, böyüdüb, zəhmət onun üzərində işləmisənsə və o daim səninlə qalır və daha da çoxalır. Məsələn, sən bir iş qurmusan, sən bir əziyyət çəkib nə isə yaratmısan, o yox ola bilər, yenidən daha üstün formada yaranır. Çünki sən o bir əziyyətin itmir, heç bir zaman daha da böyüyərək gəlir. Məsələn, onlayn keçə bilərsən, daha çox özünə məşğul ola bilirsən və yaxud da ki, biznesin və yaxud da işin və yaxud da ki, yaratdığın bir məsələn, evi itirə bilərsən, maşını itirə bilərsən, ondan daha da yaxşısı gələ bilər. Və hər bitiş son deyil. Əgər o sənin uğurluq enerjinin nəticəsində əldə etməmisənsə, o evi, o maşını, o işi, bu daim itirsəndə daha yüksək formada gəlir. Bunu heç vaxt unutma. Heç bir zaman insanlar dəyərsizlik edə bilər sənin işini, sənin nə edirsən et, dəyərsiz, nədir ki, nədir elə, yəni, amma enerji dəyərsizliyi daim çoxalaraq geri qaytarır. Və sən nə qədər onun üzərində əmək sərf edərsənsə, o düzgün yoldasansa, o böyüyər, geriyə getməz, məhv olmaz və yerində də durmaz. Məsələn, illər öncə bir insanın seansının qiyməti 25 və yaxud da maksimum əldən orta tərəfə keçməyibsə, bu insan öz üzərində işləmədiyi üçün o psixoloq deyək də, istənilən bir iş olsun. O iş böyüməyib ona görə ki, o ona icazə vermir və onun haqqı bərabərində verə bilmir. Bu o səviyyədə qalır. Və yaxud da ki, mərkəzlərin sayını çoxaldır və özünə sübut etmək istəyir ki, mən bacarıram. Əgər sən həqiqətən bacarmısansa, özündə nə dəyişmisən? Biznes qurursanmı psixoloji üzərində? Yoxsa özünü sübut etməyə çalışırsan? Əgər bunların ikisi də deyilsə, özündə nəyi dəyişmisən? Nəyi dəyişmisən deyəndə şəxsiyyətində, xarakterində, travmalarında psixoloq professionaldırsa, onun bütün pasientlərdən ağır travmaları olmalıdır ki, o professional olmalıdır. Çünki onun pasientləri yəni yarısıdır onun problemləri və asanlıqla həll edə bilir. Əgər həll etməyibsə, kompleksləri varsa və gedin kompleksləri həll etmək üçün əməliyyat və yaxud da ki, hər hansı bir iynə falan nə isə, yəni professional deyil, o işlə məşğul deyil. İstənilən, istəyirsən aşpaz ol, istəyirsən müğənni ol, istəyirsən kim olursan ol, sürücü ol, demək, cangüdən ol. Yəni bu işin sən professional olması üçün o işi sevib şuuraltı o işi mükəmməlləşdirir. Yəni, uşaq həkimi ol, böyük həkimi ol, nə olsan ol. Yəni şuuraltı ilə yaşayırıq biz həyatımızı. Və əmək də itmir. İllərdir 2015-dən bu yana artıq, yəni mənim seanslarımda olanlar bilir ki, əziyyətdir, çətindir. Bütün günümü yollarda keçirirəm və uşaqlarla seansa girilir, yatılır, durulur. Yəni çox əziyyətli prosesdir. Bəlkə də ilk psixoloqam ki, Azərbaycanda uşaqla, yəni uşaq dünyaya gələndən ana ilə işə gedib gəlir və heç bir psixodayaya, heç bir bağçaya güvənmədən, nə tip bağçalar olsun, yəni mən kimsəyə güvənərək, uşaq travma almasın deyədir, bəli. Uşaq anadan qopmaq problemi, ana yanında olmaq kimi travmaları falan, bu ümumiyyətlə böyük bir, mənim üçün bir şuuraltımda bir problem deyək ki, travma deyək mi, kimsəyə güvənməmək deyək və əqrəb bürcü olduğuma görə də bu bəli, çox təsir edir. Bəli, deyim ki, bu əziyyət var ki, maşınsız, maşınlı, avtobus, metro, bütün əziyyəti mən bilirəm. Mən çəkmişəm və buna qane olmuşam və bunu şikayət etməmişəm. Şikayət etsəydim, bugün uşaqları atardım bağçaya, dairəyə
Evdə nənə, baba kimsə baxardı və kömək edərdi, köməkdə qəbul edərdim. Bunu deyim ki, heç bir əziyyət yerdə qalmır. Kimsə bunu əziyyəti yerə vurmaq istəsə, dəyərsizlik etmək istəsə, problem görmək istəsə, inanın ki, kim nə edir etsin, çarx fələk fırlanır. Yenə bugün bu enerjini, bugün bunu danışıramsa, bu enerjinin nəticəsi də aldığımın nəticəsidir. Unutmayın, analar. Uşağın önəmli yaşında onu bağçaya qoyaraq daha çox işim vacibdir deyirsinizsə, uşaq vacib deyil, işiniz vacibdir. Evdən çıxmaq, istirahət ehtiyacınız var, travmalarınızı həll etmək ehtiyacınız var. Bunun üstünə ərə getmişsiniz, uşağı dünyaya gətirmişsiniz. Çox ağır bir məsuliyyətdir. Amma öncə, düzdür, bizim cəmiyyətdə ailədən qaçış üçün kimə gəldi, nəyə gəldi, nə bilim, evdə qaldı, problem oldu, zorla ərə verilmək var. Gözləmək yoxdur bu insanın arzuları, bu insana uyğun bərabərində. Yəni, artıq sonda bezəndə deyir, kimə gəldi, gedim, neyiniyim, kim nədir, evdə qaldı, nə oldu? Yəni, bunun əməllərin, nəyin nəticəsi olaraq bu proseslər baş verir, bu geniş prosesdir. Yəni, çox vaxt Azərbaycanda evdən qaçınıb, 15 yaşında ərə getmək belə, yəni çox ciddi problem var ki, 15, 16, 17 yaşında ərə gedir, bu başqa bir şeydir. O ki, qaldı 30 üzərinə ərə getmək, yəni bu insan artıq zorla bu getməmək üçün özünü zorla saxlaması, özünü həyatını özünün üzərində işləməsi, başa düşməsi ondan sonra. Onu demək istəyirəm ki, problemlərinizi, şəxsi travmalarınızı həll etmədən ərə getməyin. Dünyaya uşaq gəlir və problem olur sizə. Nəyə problem olur? Onu baxmaq var. İkinci bir şəxs, insan özündə həll etmədiyi, məsəl üçün yeyib doymayan, doyumsuz bir ana, geyinib doymayan bir ana, gəzib doymayan bir ana. Uşaq onun üçün bir problemdir. Onu dünyaya gətirmək. Düzdür, birinci uşaq okeydir, ikinci uşaq və üçüncü və bu artıq ananı dəli edəcək duruma gətirir. Travmaya, doğumdan sonraki travmaya gətirir, depressiyaya gətirir. Bir ana, bir qadın, bir qız zor ailədən qaçmaq üçün, ailədən canını qurtarmaq, qohum-əqrəbanın sözündən canını qurtarmaq üçün ailə qurmamalı. Bunu güvənli bir ata-ana olmalı onun arxasında ki, nə istəyir, o olsun, özünü tanısın, özünü həyatda tapsın, özünü təsdiq etsin. Sonra nə edir? Bu qadın dünyaya uşaq gətirəndən sonra uşaqdan qaçır, daya tutur, baxsın, işlərimi yoluna qoyum. Uşağa yetəri qədər vaxt ayrılmır. Uşağın enerjisini kimlər doldurur? Ətrafında ona baxan insanlar. Uşaqda, şuuraltıda ana bağı qırıldığına görə, yetəri qədər istədiyim zaman ana olmadığına görə şuuraltıda. Nə olsun? Buna super baxa bilərlər. Kim baxır, baxsın. Amma yəni uşaq ana bağı qırıldığına görə, ana sadəcə, ata sadəcə onun alış-verişlə, nəyisə almaqla, gətirməklə, uşaq üçün işləyirəm deyib ona qazanmaq. Əgər həqiqətən maddi durumun aşağıdırsa, ailə ümumiyyətlə qurmaq lazım deyil. Bu uşağı üzərinə ata-ananın öz travması, üstəlik də yükünü yüklüyürük. Niyə? Sən mənə problem oldun. Mən yetəri qədər gəzib yaşaya bilmədiyimə görə sən dünyaya gətirmə mənə problemdir. Sonra nə edir ana? Yəni uşağı atır, gecə həyatına başlayır, öz həyatına başlayır, yaşamadıqlarını yaşamaq istəyir. Və uşaq unudulur. Uşağın həyatı necə olur? Sonra bu travmalar zəncirvari gedir və həyatda özünü təsdiq etməyən ana bir biznesdən digərinə gedir, digərindən o birinə gedir və uşağın haqqı ananın uşağa, atanın uşağa verdiyi haqqı, verməsi lazım olan enerjini neynir? Məhv edir. O sonra anaya deyir, ananın uşağa haqqı, halallığı. Bunu yetəri qədər baxmayan yeyib, içmək, gəzmək, bu normal olunması, yəni dünyaya gətirmirsən bunları da etməyəndən sonra nə? Əsas məsələ sevgi, yanında olması, istədiyi vaxt. Sonra uşaq məktəbə gedir, sonra bağçaya gedir, ağlayır. Sonra uşağın güvən problemləri yaranır. Yəni bu problemləri kim olursan ol, məktəbə gedənə kimi mütləq uşağın yanında ol. Onu bu bağdan məhrum etmə, bu sevgidən məhrum etmə. Sonra nə olur? Uşaq başqalarına yapışır. Sevgi üçün müəlliməsinə yapışır, digər qıza, oğlana yapışır və özündən böyük insanlara yapışır. Və sonra gəl bu həyatı davam edir bu kodla, bu həyatla. Nə qədər ağır olsa da bu geniş, bu enerji sizə mütləq geri dönəcək.
100